Bugün Ağdam şəhərinə isə 103 ailə olmaqla 405 sakin geri qayıdıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov sakinləri onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb. Anam əməkdaşları isə sakinlərə mina təhlükəsizliyi ilə bağlı izahat verib, təhlükəsizlik qaydalarını diqqətə çatdırıblar. Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib. Ağdam şəhərində 4-cü, 5-ci məhəllələr tikilməkdədir. Eyni zamanda yaxın zamanlarda 3-cü məhəllənin tikintisinə başlayacaq. Gələn ilin ortalarında da 1-ci məhəllənin tikintisinə başlanılacaq. Füzuli şəhərində zaten bilirsiniz ən çox əhali yaşayır bugünə, amma birazdan Ağdam şəhəri artıq önə keçəcək. Amma eyni zamanda Füzuli şəhərində də 2-ci, 3-cü yaşayış komplekslərinin tikintisini planlaşdırırıq. Çox sevişliyiz, çox həyəcanlıyıq, baxırıq heç belə yaxşı binalar tikilib, Allah canınızı sağ eləsin. Təbii ki, inanılmazı inandırıcı etdilər. Mümkün olmayanı mümkün etdilər. Təbii ki, çox böyük bir şeydi bu. Çox böyük. Duyğularımız əla. Allah çox xeyir versin bütün ev alanların hamısına biz içində.